İranda sözün həqiqi mənasında yer-yerindən oynayır. Etirazların şiddəti hər keçən gün artmaqdadır. Bu, təbii etirazlar kimi dəyərləndirilsə də, bundan müəyyən fayda güdən tərəflər də mövcuddur. Bunlardan biri də Reza Pəhləvidir. Okeanın o tayından yenə də başını qaldırıb ki, mən İranda prezident olacağım. Bununla bağlı ən maraqlı yazılardan birinə Facebook üzərində tanınmış jurnalist Aygün Muradxanlının səhifəsində rast gəldim. Bu yazını olduğu kimi sizlərlə bölüşürəm. Təbriz Mister Pəhləvini gözləyir. Amerika Birləşmiş Ştatlarının istəyi ilə mehtərlikdən şahlığa dartılan Pəhləvlərin ən maymağı. 1979-cu ildə ailəsi ilə birlikdə ölkədən qaçan, illərdir Amerika Birləşmiş Ştatlarına sığınan bu kukla hələ də inanır ki, Ağ Ev onu İranda taxtat sahib eləyəcək. Bir yandan da başının ətini 90'na varmasına baxmayaraq iqtidar rikkəsi hələ də ölüb bitməyən anası fərəh yeyir. Babası, atası kimi nəhəng bir ölkəyə necə bir bəla gətirəcəyini dərk eləmir. Ölkəsindən, toplumdan o qədər qopuq biridir. Amerika Birləşmiş Ştatları onu bir neçə ildir dövriyə buraxıb. Ardıcıl şəkildə prosesləri izləyirəm. Bölgədən, İranın içərisindən o qədər xəbərsizdir ki, bəzən heyrət edirəm. Hətta Amerika Birləşmiş Ştatları onu konkret konspekt versə belə, ölkə rəhbərliyinə iddialı şəxs onu yerel tələblərə uyğunlaşdırıb səsləndirə bilməzmi? Təsəvvürləyin ki, onu da bacarmır. O qədər bəsirətsizdir. 2 gün qabaq açıqlama verib ki, iqtidara gəlirəm. بنابراین از شما میخواهم در روزهای آینده Türklərə görev falan verməyəcəm. Çünki biz onları saymırıq. Siz də bəlkdən zırrama dediniz, eləmi? Son prezident seçkisi İranda söz sahibinin siyasəti şəkilləndirən kəsimin Türklər olduğunu açıq şəkildə ortaya qoydu. Azərbaycanın qatılmadığı seçkidə vətəndaş iştirakı sadəcə 10% keçmədi. Yəni, seçkiyə 10 seçicidən yalnız biri gəldi. Rejim Türk pezeşkiyana məcburən meydan verəndən sonra seçkinin ikinci turunda Azərbaycanın hesabına proses canlandı. Türklər bütün İrana prezident seçdilər. Siyasətin ürəyinin hər zamanki kimi Təbrizdə döyündüyünü sübut etdilər. Türk başkanla İran dəyişməyə başladı. Bu kuklanın atası Təbriz başda olmaqla bütün Güney Azərbaycanı dəfələrlə qan gölündə boğub. 30 min türkü qırıb, minlərlə insanımız ağır repressiyalardan keçib. Təbriz heç nəyi unutmayıb. Şah sözü gələndə Türkün yumruğu düyünlənir orada. Bu elə bilir, uçağa minib Tehrana insə, Molla rejimindən bezən hər kəs onu bağrına basacaq. Molla Şah məsələsinin kənar əmirlə deyil, öz iradəsi ilə etiraz edən kəsim üçün eyni qəpiyin iki üzü olduğunu dərk eləmir. O qədər geri zəkalı biridir. Farslar günlərdir ki, türklərə yalvarır. Səsimizə səs verin, iqtisadiyyat çökür. Siz çökmürsüz deyə Təbriz, yox baba, deyib halını pozmadan təsbihini çevirir. Fars bölgələrində qan axır, Təbriz seyr edir. Üstəlik, Türk başkan Pezeşkiyan vətəndaş narazıdırsa, suç yönetimdədir deyib mollaların yalan ürəyini dağlayır. Nə deyəcəklər? Prezidentdir. Təbrizin nəbzi Təbriz Tacirlər Birliyi dünən açıqlama yayıb. Biz kənar təsirlərlə körüklənən heç bir addıma qatılmayacağıq yazaraq, Tehran başda Fars bölgələrini bürüyən etirazların daxili proses olmadığını bildirib. Öz qazdıqları quyuya düşən Farslara əl uzatmayacaqlarını rəsmən deyiblər. Əlləri ağrımasın. Şahın oğlu da okeanın o tayında balaqlarını çırmalayıb gəlirmiş. Hara? Cora. Haydi gözləyirik.